Salam əziz müəllimlər, xoş gördük hər birinizi. İbtidai, MİQ və sertifikasiyada iştirak edəcək müəllimlərimiz üçün Azərbaycan dilindən növbəti qəbul tipli sualın izahını təqdim edirəm. Sualımız belədir. Verilmiş nümunədə işlənməmişdir. Gəlin əvvəlcə nümunəyə baxaq. Bilirəm ki, deməyəcək. Bir sevgilim, bir də vətən. Şair, nə tez qocaldın sən? Deyir ki, bu nümunədə işlənməmişdir. Bax, bu hissədə diqqətli olaq. Bəzən işlənib, işlənməmişdir məsələsi bizi biraz çaşdırır. A variantında verilib ki, xəbər şəklində olan feil. Yaxşı, xəbər şəklində olan feilin qaydası necə idi? Sözün kökünə və yaxud da ki, başlanğıc formasına zaman şəkilsi artırılıbsa, deməli bu söz nədir? Xəbər şəklindədir. Deməli, bilirəm sözündə indiki zamanın şəkilsidir. Deməyəcək sözündə də acaq əcək nədir? Gələcək zamanın şəkilsidir. Bunların hər ikisinin üzərində zaman şəkilsi varmı? Deməli nədir? Xəbər şəklindədir. A variantını variantlardan çıxırıq. Qurluqca düzəltmə olan feil, şair, nə tez qocaldın sən? Qoca sözün kökü, qoca sifətindən nə yaranıbdır? Qocal feili yaranıbdır. Deməli, qurluqca düzəltmə olan feil də işlənibdir. Məlum növdə olan feil, bilirəm, deməyəcək, qocaldın. Hər üçü nədir? Məlum növdədir. Deməli, məlum növdə olan feil də var. Qurluqca sadə olan feil, bilirəm, deməyəcək. Hər ikisi nədir? Üzərində leksik şəkilçi olmadığına görə qurluqca sadədir. Baxırıq B variantında qayıdış növdə olan feil. İndi düşünəcəksiniz ki, şair, nə tez qocaldın sən? Bu misrada qocaldın sözü qayıdış növdədir. Xeyr, qayıdış növün şəkilsi ıl, il, ul, ül, ın, in, un, ün, bir də n şəkilsidir. Il, ın, n. Bu şəkilçi qayıdış növün şəkilsidir. Amma burada qayıdış növə aid şəkilçi yoxdur. Yəni, qocaldın sözündə biz qayıdış növün şəkilsini görmürük. Buradakı l şəkilsi ki var, bu qayıdış növün şəkilsi deyil. Yəni, deyəcəksiniz ki, axı hərəkət özü üzərində icra edibdir. İnsan özü öz üzərində qocalır da, yəni belə deyim, öz-özünə qocalır. Xeyr, bu yanlış yanaşmadır. Çünki biz feilin məna növlərindən danışanda qeyd elədik ki, yalnız məlum növ feillərdən başqa digər nitq hissələrindən yarana bilər. Digər icbar növ, qayıdış növ, məhsul növ, qarşılıq birgəlik növ hökmən feilin özündən yaranmalıdır. Yəni, mən qocaldığını qayıdış növdə götürə bilmərəm. Çünki sifətdən yarana bilməz. Bu yalnız məlum növün xüsusiyyətidir. Deməli, təbii ki, cavabımız olur B variantı. Bu misralarda, bu şeir parçasında qayıdış növdə olan feil yoxdur. İzahımız bu qədər. Sağ olun.